Dekabrın 18-də Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Asan Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbir keçirilib. APA xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. Asan könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər qonaqların da iştirak etdiyi tədbir Asan Xidmət və Bilim Bakı mərkəzləri ilə tanışlıqla başlayıb. Qonaqlara hazırda Azərbaycanın intellektual məhsulunun 30-dan çox ölkəyə ixrac edildiyi bildirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Asan Məktub ağacındakı məktublardan birini öhdəliyə götürüb. Səyyar Asan Xidmət avtobusu ilə tanışlıq çərçivəsində diqqətə çatdırılıb ki, əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Məlumat üçün bildirilib ki, Asan Məktub sosial proqramı 3-14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq, onlara sevinç, diqqət və qayğı bəxş etmək məqsədi ilə 2015-ci ildən həyata keçirilir. Proqram çərçivəsində bugünədək 56 region üzrə ümumilikdə 10.512 məktuba uyğun arzular gerçəkləşdirilib. Sonra Asan Könüllüləri Təşkilatın Mədəniyyət Carçısı proqramı çərçivəsində musiqi ifa edilib, rəqs nümunəsi nümayiş olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Asan Məktub, Yaşıl Asan və Abad stendlərinə də baş çəkib. Tədbir Dövlət Agentliyinin həyətində təşkil edilən ağac əkmə aksiyası ilə davam edib.